İşıqlandırma üçün ağıllı ev sistemləri baxımından həll verərkən bir əsas nüans var ki, buna diqqət etməliyik. Bu da elektrik açarı yuvasında neytral xəttin olub-olmaması ilə əlaqədardır. Bu lövhədə gördüyünüz şəkildə elektrik açarına faza birbaşa gəlir, qoşulur və faza qayıdaraq yuxarıdakı bu qutudan paylanır lampaya və bu qutucuq ki var, elektrik xətlərinin qoşulması və oradan paylanması üçün istifadə olunur. Və elektrik açarı olan yuvada isə heç bir neytral xətt yoxdur. Bu nisbətən köhnə təmirli mənzillər üçün nəzərdə tutulmuş sistemdir. Belə olduqda biz mütləq tətbiqlər zamanı non-neutral relay modullarından, avadanlıqlardan istifadə etməliyik. Bu elektrik açarı yuvasına neytral xəttin gəldiyi bir nümunədir. Bu yeni təmirli mənzillər üçün nəzərdə tutulmuş sistemdir. Burada artıq lampanın neytral xətti ilə ümumi sistemin xətti bu yuvada vaqo, klema və digər birləşdiricilərlə bir-biri ilə əlaqələndirilir. Artıq burada mini R4, hazır divar açarları və digər neytral xətti mövcud olan cihazlar rahat bir şəkildə bura qoşulub istifadə edilə bilər.